Hər vaxtınız xeyirli olsun mənim gözəl izləyicilərim. Elə bir mənzilə çağırıblar ki bizi, mənzildə yox adlı bir şey yoxdur. Dizaynerlər öz sözünü tam olaraq təsdiqləyib, təmir möhtəşəm şəkildə olunub, ideal bir ərazi, bina möhtəşəm, mənzil mükəmməl, sizə yalnız qiymətləndirmək qalır dəyərli izləyicilərimiz. Bu mənzildə bütün hər bir xırdalığa fikir verilib. Mənzil sahibi şəxsən mənə deyib ki, Mirmürad bəy izləyicilərimin nəzərinə çatdır ki, mən bu mənzildə xəsislik etməmişəm. Xırdalıq, yəni belə deyim sizə də, adi bir balaca spot qoymuşam və yaxud da ki, balaca bir kabel belə çəkmişəmsə, onun ən bahalısını almışam. Bunu siz öz gözlərinizlə də gəlib şahid ola bilərsiniz. Mənzilimiz yerləşir Yeni Yasamalda, gözəl bir ərazidə, möhtəşəm bir binada. Bilirsiniz nə demək istəyirəm, dəyərli izləyicilərimiz? Gəlin bu mənzilə baxın doğrudan da. Mən mənzili bayaqdan gəzirəm. Otaqları bir-bir gəzmişəm. Bütün işləri yoxlamışam. Bir söz tapıb deyə bilməmişəm. Elə mənzillər var ki, gedirik çəkməyə, məsələn, qiymətində istəyirik ki, mənzil sahibinə deyirik ki, 5.000, 3.000 aşağı eləyin, satılsın. Burada amma deyə bilmirəm o sözü, dəyərli izləyicilərimiz. Gəlin zəhmət olmasa, gəlin bu mənzilə baxın. Videonun qısa təqdimatını aparacağım sizlərə. Ətraflı məlumatı həmişə dediyimiz kimi videonun sonunda inşallah. Mənzilimizin giriş hissəsi, giriş qapısı məndən sağda, solda isə belə möhtəşəm qardiroblar yığılıb, gerisuarlar qoyulub. Hətta açar qabına qədər var bu mənzildə. Mənzil sahibi doğrudan çox, belə deyim, hər bir xırdalığı düşünən adamdır. Giriş hissəmizdə isti pol təchiz olunub. Keçək qonaq otağı ilə sizləri tanış edək. Möhtəşəmliyə bir baxın. Mənzil özünə, necə deyərlər, insanı özünə aşiq eləyir. İnsanı özünə heyran saxlayır. Kvadrat şəkilli, qumlu boyalardan istifadə olunub, tvistlər quraşdırılıb, letkalar, nə bilim spotlar, gizli işıqlar, nələri sayım ki, video qısa olsun və bütün məlumatı sığışdıra bilim. Doğrudan sığışdıra bilmirəm bütün məlumatı bu video. Gəlin ardınca zəhmət olmasa, mənzilin 2 yataq otağı var. 2 yataq otağının ikisi ilə də sizləri tanış edək. Bu mənzilimizin ilk yataq otağı möhtəşəm şəkildə dizayn olunub, bahalı təmir olunub, pərdələr asılıb, gizli işıqlar var, lüstrlar var, letkalar var divarlarda. Vallah gəlin baxın bu mənzilə. Mən bu mənzilə heyran olmuşam. Çıxa bilmirəm bayaqdan bu mənzildən. Bəlkə də 3-4 video çəkmişəm ki, saxlayıram özümdəki, sonra da oturum bu mənzilə tez-tez baxın. Mənzilimizin ikinci yataq otağı. İşıqlı bir yataq otağı, kifayət qədər sahəsi var və hətta nəzərinizə çatdırım ki, burada özünüz üçün boydan boya bir paltar dolabı mı deyək, özünüzə məxsus bir şey yığa bilərsiniz. İşıqlar möhtəşəm, divar səliqəli, təmir bahalı. Doğrudan mən burada işləyən ustalara buradan öz təşəkkürümü bildirmək istəyirəm ki, işlərinə dəyər veriblər, möhtəşəm bir sənət əsəri yaradıblar bu mənzildə. Gəlin ardınca zəhmət olmasa, xanımlarımızın ən sevimli güşəsi mətbəx otağı ilə sizləri tanış edək. Mənzilimizin mətbəx otağı isti polla təchiz olunub və mətbəx mebeli var. Yuxarıda o gözəl görünən işıqları da çəkə bilərsiniz Cavid bəy. Burada yoxdur. Eyvana birbaşa keçid, işıqlı bir mənzil, divarlar möhtəşəm, hər şey səliqəli. İstərdim mənzilin sanitar qovşağı və bir şeyi nəzərinizə çatdırım ki, bu videonun bir 15 saniyə sonra sizə elə bir hamam otağı təqdim edəcəm ki, o hamam otağına baxandan sonra mütləq siz videonu bəyənəcəksiniz. Əgər alsanız almasanız belə fərqi yoxdur. Gəlin ardımca zəhmət olmasa, mənzilin ilk olaraq sizi biraz gözləmədə saxlamaq istəyirəm. Mənzilin sanitar qovşağı ilə tanış etmək istəyirəm sizi. Lazımı bütün aksesuarlar, bahalı aksesuarlar var və keçək dəyərli izləyicilərimiz mənzilimizin belə özünə heyran eləyən hamam otağına. Aksesuarların bir-biri ilə ahəngliyinə, zərifliyinə, keyfiyyətinə baxın zəhmət olmasa. Möhtəşəmdir doğrudan da. Çox super, səliqəli, doğrudan söz ola bilməz bu mənzilə. Görürsünüz ki, mən danışdıqca çaşıram. Əslində videolarda görə bilərsiniz ki, mən çox səlis qaydada danışıram. Amma bu mənzildə istəyirəm ki, tam olaraq mənzili sizlərə, necə deyərlər, ətraflı olaraq videodan başa salım. Öz gördüyümü danışmaq istəyirəm sizlərə. Mənzilimiz yerləşir Yeni Yasamalda,
Mərkəzi yolun tam üzərində, dəyərli izləyicilərimiz, sakit bir məhəllədə 13 mərtəbəli binanın 5-ci mərtəbəsində ümumi sahəsi 115 kvadratdan ibarət 3 otaqlı yeni təmirdən çıxıb və təmirdən sonra yaşayış olmayıb. İpotekaya yararlıdır, sənəd kupça çıxarış mövcuddur. Binanın 2 qaraj sistemi mövcuddur maşın saxlamaq üçün və həyətində də uşaqların oynaması üçün yerlər mövcuddur, dəyərli izləyicilərimiz. Allah alana da satana da xeyir versin. Allah sizə bundan da gözəl mənzil qismət etsin inşallah. Təşəkkür edirəm hər birinizə videonu izlədiyiniz üçün, bəyəndiyiniz üçün. Sağ olun, salamat qalın inşallah.